Salam dostlar, mən Hüseyin Salmanov. Bugün yemək videosuyla sizlərin qarşınızdayım. Bakının tanınan bilinən sushi restoranını gəzib sizlərlə qiymət və keyfiyyət müqayisəsi edəcəm. İzləmədə qalın. Birinci restoranımız Ağşəhərdə yerləşən Sushi Fəaliyyət restoranıdır. Gedə görə sushi necə verilir? Salamünaleyküm. Gəldik, oturduq sushi fərəhətdə. Sağ olsunlar bizə bir dənə çay verdilər, hava soyuq deyə. Sifarişimizi verdik, deməli bir dənə mini set dedik. İçində 26 ədəd olur, qiymət də 26 manatdır. Yəni bir dənəsi 1 manatdır. Bir dənə də krevetka nigiri. 2 ədəd olur, fərqli bir sushidir. Onu dedim dadına baxaq görək necədir. Yəni nəzərə alın ki, 5 dənə sushi restoranına gedəcəyik, onların yemək var. Sifarişimiz də gəldi. Bu bizim mini setimizdir. Bunlar da nigirilərdir. Deməli birinci qaşıq deyək də. Açırıq bunu. Burada wasabimiz var, sonra zəncəfilimiz var və soya sosu. Götürürük birinci hot rollumuzu, soya sosuna incili batırıq, düyünü islatmamaq şərti ilə də. Dadına baxırıq. Hot roll pis deyil. Bu arada sifarişimiz tam 17 dəqiqəyə gəldi. Zalda harasa bir 8-9 masa doludur. Sonra digər sushimizi götürürük. Bunu da azca soya sosuna batırıq. Bu da gözəldir. Bu sushimizin də dadına baxaq. Yenə batırıq soya sosuna. Soya sosunu boğmuruq. Bir balaca batsaq kifayət eləyər. Yaponlar soya sosun duz əvəzi istifadə edirlər. Bizdə duz var, duz səpir yeməklərə. Onlar da soya sosunu duz əvəzi istifadə edirlər. Gözəldir. Əvvəllər wasabinin balığı bakteriyalardan təmizləmək üçün istifadə edirdilər wasabini. Amma hal-hazırda belə deyim, həm dekor kimi, həm də xüsusi dadlandırıcı kimi istifadə edirlər. Zəncəfil isə bizim dildə zəncəfil deyəndə sushi rollarını yeyəndən sonra digər sushi rolları arasında keçid edəndə bundan bir dənəsini götürüb yemək lazımdır ki, ağızda o dadını belə deyim, itirsin ki, təzə sushinin dadını tam ala biləsən. Ona görə biz də nigiri krevetka yeyəcəyimizi görə bundan yeyirik bir balaca, çox azdır. Götürürük nigiri krevetkanı. Götürə bilsəm, əlimlə götürəcəm. Bu krevetkanı bir dəfənə yemək lazımdır, bu nigirini. Çünki dadını almaq istəsə bir dəfənə yemək lazım. Amma bunun burasında belə bir quyruğu var, bunu qopartmalıyıq. Dağıtmasaq yaxşı. Aha, dağıldı. Götürüb belə. Sushilər gözəldir, amma nigiri krevetka, krevetkanın sözünü açıq çox da dadını hiss edə bilmədim. Bir dənə də hot rolldan yeyək. Yenə batırıq yüngül soya sosuna, düşdü içinə, boğuldu. Əla. Sushinin əsas mahiyyəti düyüdür. Düyü biraz yapışqanlı olmalıdır. Zaten sushi sözünün mənası da sirkəli düy deməkdir. Nigiri krevetkasını yedim, sözünü açıq çox da bəyənmədim. Yəni, o nəyə görə bəyənmədim? Zaten bizim ölkəyə gələn krevetkaların əksəriyyəti Karolevski krevetkaların əksəriyyəti xaricdən gəldiyinə görə və dondurulmuş vəziyyətdə gəlir. Ona görə də onun öz dadını, gözəlliyini hiss eləmək olmur. O baxımdan nigiri krevetkasını çox da bəyənmədim. 7 manat ona verməkdənsə belə qəşəng sushi rollarından götürsəz daha yaxşı olar. Əla. Mən hələ ki hot rollundan Kaliforniya rolu bəyəndim. Yox, çox sağ ol. Hesab gəldi 34 manat 65 qəpik. Mini set 26 manat və nigiri krevetka 7 manat. Xidmət haqqı da 1 manat 65 qəpik. Servis haqqı da var, nəzərə alın. Ödənişimizi eləyək, keçək növbəti məkana. Posterdən olacağı. Sağ olun. Nəzərə alın ki, 5 dənə məkana gedəcəyik və hər məkanda ödəniş eləyəcəyik. Bir məkanda indi özünüz hesablayın da, qiymətlər buradadır. Bir 40 manatdan vurun da. Ona görə xahiş edirəm, video bəyənin, abunə olun, ən azından belə dəstəyinizi bizə göstərin. Getdik növbəti məkana, sağ olun. Arkada gördüyünüz kimi ikinci məkan olan Zen kafeyə gəlmişik. Sushilərlə çox məşhurdur. Görək, burada sushilər necə verilir. Gedək. Və qeyd edim ki, bu məkan Ağşəhərdə yerləşir. Salamünaleyküm. 2 nəfər olacaq, da əyləşə bilərik. Tamam, rezervasiyanız var? Yox, rezervasiya yox. Gəldik, oturduq. Zen kafedə sushi sifarişimizi verdik, hot roll verdik və Philadelphia sifariş verdik. Sushi setləri 65 manatdan başlayır, digər setlər isə 8 ədədi 17-18 manatdan başlayır, 30 manata qədər dəyişir. Öncədən yaxınlaşsaz rezerv eləməyimiz məsləhət görürəm, çünki rezerv eləməmişdik deyə istədiyimiz yerdə əyləşə bilmədik, amma əyləşdiyimiz yerdə pis deyil. Amma burada lüks yerdir, bu arada çox maraqlı yerdir. Belə papaqları da var.
papaqlara taxıb maraqlı şəkillər çəkə bilərsiniz. Məkanın interyeri həqiqətən möhtəşəmdir. İnteryeri mən çox bəyəndim. Görək suşilər necədir. Sağ olun, çox sağ olun. Yəni sifarişimiz gəldi. Göstərim sizə belə bir sifarişdir. Hot California və Philadelphia. Hər məkanda aşağı-yuxarı eyni sifariş veririk ki, düzgün qiymətləndirmə eləyə bilək. Soya sosunu belə təqdim edirlər. Sağ olun, çox sağ olun. Götür yenə çubuqlarımızı, qaşıqlarımızı, artıq nə deyirlərsə. Başlayaq birinci hot rolldan. Bu arada sifarişimiz 17 dəqiqəyə gəldi. 17-18 dəqiqə aralığında gəldi. Sushi Fərəhdə də aşağı-yuxarı 17-18 dəqiqə aralığında gəlmişdi. Hələ ki eyni gedirik. Qiymət olaraq Sushi Fərəh daha münasib idi. Bundan əvvəl getdiyimiz yer. İndi dad olaraq da bir yoxlayacaq. Götürürük hot rollumuzu birinci. Batırıq belə soya sosuna. Burada ölçü olaraq da bir balaca kiçikdir Sushi Fərəhlə müqayisədə. Amma fərqi nədir? Bunun üst hissəsi daha xırs-xırslıdır. Digərində amma o xırt-xırtlığını hiss eləmək olmurdu. Videonun sonunda ümumi məkanlar haqqında fikirlərimi bildirib qiymətləndirmə eləyəcəm. Philadelphia'nın da dadına baxaq. Bu Philadelphia'nı bəyəndim. Bu Philadelphia qəşəngdir. Üzərində olan balığın dadını daha yaxşı hiss eləmək olur. Və iriliyi olaraq da çox qoyulubdur balıq. Qeyd edim ki, bu Philadelphia sevilmiş Philadelphia'dır. Smoke'dur, amma sushi fərəti edilmiş fresh Philadelphia'dir. Üzərin balığını görə bilərsiniz, burada daha iridir. Bu daha yaxşıdır deyərdim, çünki üzərinə qoyulan solman balığı səhv eləmirəmsə, onun dadı daha yaxşı gəlir. Belə göstərə bilərəm. İstifadə olunan düyü olsun, balıq çeşidi olsun və digər qatqılar svejidir, hiss olunur, çox yaxşıdır. Hot rollun içinə belə baxa bilərsiniz. Amma mən sözün açığı, bu Philadelphia'nı daha çox bəyəndim. Hot rolldansa Philadelphia'nı daha çox bəyəndim. Philadelphia həqiqətən çox qəşəngdir. Yenə batırıq soya sosunu. Yaponların ən çox istifadə edir. Demək olar, bütün qidalarda, yeməklərdə bu soya sosundan istifadə edirlər. Sushi bildiyimiz kimi Yapon yeməyidir. Hesab gəlsin, hesabı da sizlərlə bölüşüb digər məkana keçid edəcəyik. Hesabımız göstərim 37 manat 40 qəpik. Belə göstərəm. Demək Hot California 17 manat, sevilmiş Philadelphia 17 manat, servis haqqı da tutulub 10%, 3 manat 40 qəpik, toplam 37 manat 40 qəpik. Şimdi edirəm hər şey. Hər şey qaydasında, çox sağ olun, minnətdarım. Ödənişimizi elədik, indi keçək növbəti məkana. Görək, orada sushi necə verilir. Getdik. İnteryerin əsas özü zen əsasında qurulub. Zen Orta Asiyadan gəlmə, Hindistan gəlmə, daxili rahatçılıq, təbiətlə bir olmaq əlaqəli bir şeydir. Bununla məşğul insanlar meditasiya ilə məşğul olur, ruhi sakitçilik tapırlar. Bu şəkillərin heç birinin iti küncləri və sonluqları olmur. Bu, torpaqdan gəlib torpağa geri dönmək başqa bir dildə reinkarnasiyanı göstərən bir şeydir. Divarlarda gördüyünüz ağaclar hamısı sakura ağaclarıdır. Bizim bardaqlar belə konus formasında öz podstavkasına, öz atdığından gəlir. Bunların hər biri bəli gəlmədir. Buradan heç bir şey alınmıyor. Hər şeyin bir davamı olduğunu rəmzi olaraq rəsmi bitirdikdə müəyyən vaxt ortaya daş qoyulur. Ki daşı götürdükdən sonra davamiyyəti gələcək və hər şeyin bir davamı olduğunu rəmzi olaraq göstərilir. Belə interyer həqiqətən çox möhtəşəmdir. Rənglər çox gözəldir. İnsan burada meditasiya etmiş olur həqiqətən də. Yemək yeyə meditasiya etmiş olursan da. Deməli Zen kafedən çıxdıq, sushimizi yedik. Hər şey yaxşı idi. Bundan əvvəlki kadrlarda gördünüz, belə deyim, şəkilləri, rəsmlərini, hətta Zen yazısının özlü mənasını məncə çox möhtəşəmdir. Qısaca belə deyim, bir sözlə deyək ki, Yaponiyaya getməyə ehtiyac yoxdur. Zen kafeyə gəlsəniz kifayət eləyər. Gedən növbəti məkana getdik. Artıq 3-cü məkanımız olan Ağşəhərdə yerləşən Asian Street Food-a gəldik. Qeyd edim ki, 3 məkan, 3-ü də Ağşəhərdə yerləşirdi. Gəlin görə burada sushi necə verirlər. Getdik. Üçüncü məkanımız olan Asian Street Food-a gəldik. Burada da sushiləri belə verilib. Hot roll və Philadelphia. Dadlarına baxaq. Yəni də qaşıqlarımızı, suluklarımızı götürürük və birinci başlayırıq hot rolldan. Və bu arada qeyd edim ki, sushi fərəhdə verilən hot rolllar kimi bu da iridir. Amma Zendə biraz hot rollar xırda idi. Soya sosumuzu da tökürük. Düyü deyəməm, şərti ilə soya sosuna batırıq. Bu hot rollun da üzəri xırs-xırslıdır. Yəqin ki, yənin səsindən görürsünüz, xırs-xırslıdır. Bir dənəsində dadına baxın. Qəşəng. Bunun üzəri daha maraqlıdır, daha dadlıdır. Həm xırt-xırtlıdır, həm də dadını hiss edirsən, gözəldir.
götürürük Philadelphia smoku və burada görürsünüz üzərinə vurulan balığın miqdarı biraz azdır. Zendə daha çox idi. Qiymət olaraq isə 10 ədəd hot roll 16 manat və 8 ədəd Philadelphia smoke o da 16 manatdır. Yenə bunda batırıq soya sosuna. Qəşəngdir, bunda da bəyəndim. Və burada zəncəfilin rəngi, qırmızı rəngi yox, bu rəngdədir. Maraqlıdır. Birinci dəfədir bu rəngdən qarşılaşıram. Bunu da bəyəndim, xoşum gəldi bundan. Və burada belə bir incə ayrıntı var. Alıcı qoyublar. Yəqin ki, bu cür yemək üçün deyil. Belə ümumi fikirlərimi videonun sonunda bildirəcəm. Bunu da yeyək, hesabımızı verək, keçək növbəti məkana. Burada bir şey qeyd edeyim ki, burada sifarişimiz 10 dəqiqə ərzində gəldi. Amma digər məkanlarda bu vaxt biraz çox idi, 17 dəqiqə idi. Burada daha tez gəldi. Ola bilər, burada müştəri azlığı ilə əlaqədar ola bilər. Amma biz gələndə banket var idi. Artıq banket yekunlaşırdı, dururdu. Yəni onu da nəzərə alaq. Belə götürək bir dənəsində yeyək. Görürsünüz, iridir. Hesab gəldi, hesabı ödədik. Hesab 32 manat 50 qəpik tutdu. Burada servis haqqı 5%-dir. 1 manat 55 qəpikdə servis haqqı oldu. Philadelphia smoke 15 manat, Hot California isə 16 manat. Ümumi fikirlərimi videonun sonunda bildirəcəm. İndi isə keçək növbəti məkana getdik. Sadəcə 4-cü və sonuncu məkanımız olan Only Sushi restoranına gəldik. Hamısı Asiya mətbəxləri verir, yəni tək sushi verilmir orada. Gedə görə biz yediyimiz digər məkanlardakı kimi sushilər burada necə verilir? Gedək, getdik. Sifarişimiz gəldi. Philadelphia 13 manat, hot roll isə 11 manat. Digərlərində kimi hot roll 10 ədəddir, Philadelphia 8 ədəddir. Müqayisə edəndə 4 məkanı düşünürəm ki, ən ucuz hədəki sushi fərəhdir. Çünki sushi fərəhdə 19 manata bu seti əldə etmək olurdu. Amma burada isə 24 manat edir qiymət olaraq, 11 manat və 13 manat. Amma dadı necədir? Soya sosumuzu tökürük. Biraz yan tutmalı sanki tez gəlsin. Götürük birinci hot rollumuzun dadına baxırıq. Batırıq soya sosuna yenə biraz. Düyü dəyməmək şərti ilə bu çox önəmlidir. Birini də yeyim, çünki dəqiq fikir bildirmək istəyirəm. Sözün açıq xoşuma gəlmədi. Göstərim sizə də baxın. Xoşuma gəlmədi nəyə görə? Düyüsü artıq çox yumuşaq olub, palçıq kimi olub da belə deyim. Biraz üzr istəyirəm ifadəmə görə, amma yəni elə deyil. Üstündən vurulan mayonez mi deyim, nə mi deyim, çox yersizdir. Biraz sərt ola bilər, amma məni bəyənmədim. Normalda sushi yerləri adətən aşağı yuxarı eyni sushini təqdim edirlər. Düşünürəm ki, çox da bir fərq olmaz, amma burada açığı çox xoşuma gəlmədi. Üzlərək deyirəm. Amma hot roll bəyənmədim. İndi ola bilər digər sushi çeşidləri yaxşı olsun. Mənim fikrim sırf bu hot rolladır. Özünüz də buradan görərsiniz, belə əzilmiş formadadır. Heç yaxşı görsənmir. Görək Philadelphia'sı necədir. İnşallah ki, Philadelphia yaxşı olar. Birini də yeyək, dəqiq fikir bildirmək üçün yaxından göstərim sizə. Görüntüsü yaxşıdır, pis deyil. Dadına bir də baxaq təkrar. Philadelphia rolları pis deyil, yaxşı idi, amma üzərinə vurulan balıq var da, salmon balığı səhv eləmirəmsə, bu balığın digər məkanlarla müqayisə edəndə dadı çox az gəlir. Amma digər içinin smetana olsun, düyüsü olsun, xiyar olur səhv eləmirəmsə, onlar qaydasında bunun dadı çox təəssüf ki, az gəlir və ölçü olaraq da kiçik ölçüdədir. Ayrı vəziyyətdə də yedim ki, imenin o üst hissəsində olan balığı dadını istəyirəm. Çox təəssüf ki, yəni bir dadı gəlmir. Amma özü pis deyil. Belə təkrar göstərə bilərəm. Hətta bunu yeyim belə, keyif olmasın. Hesabımızı ödədik. Qiymət 32 manat ödədik. Və görək burada servis haqqı tutublarmı? Xeyr, burada servis haqqı yoxdur. Digər məkanlardan fərqli olaraq burada servis haqqı tutulmur. Philadelphia roll 13 manat, Hot California 13 manat. Bayaq videoda qiymətlərini səhv demişdim, amma ikisi 13 manatdır. Toplam 26 manat edir. Hələ ki, qiymət olaraq ən ucuz məkan sushi fərəhdir. Biz burada əlavə su da götürmüşük, ice və kola. Onlar da hər biri 3 manat idi. Yəni onlar da qiyməti təsir edib. Qiymət 32 manat olub. Normalda isə yediyimiz sushilərin qiyməti 13 manat, 26 manat. Burada bitirmirik. Mən sizə indi başqa bir məkanda ümumi getdiyimiz məkanlar haqqında fikirlərimi bildirəcəm. Gedək. Artıq hava qaralır. Biz 4 məkan gəzdik bugün. Birinci getdiyimiz məkan Sushi Fərə, ikinci getdiyimiz məkan Zen Cafe, üçüncü getdiyimiz məkan Asian Street Food, dördüncü getdiyimiz məkan isə Only Sushi. Bu 4 məkan da Ağşəhərdə yerləşir. Və indi mən bu 4 məkan haqqında sizə fikirlərimi bildirəcəm. Bildirməmişdən öncə mütləq şəkildə deyirəm ki, bu video hər hansı bir sifariş əsasında çəkilməyib və mən
mən getdiyim məkanların heç birindən qəti şəkildə 1 manat belə olsun ödəniş almıram. Yəni sizə deyəcəyim fikirlərimin tam real və dürüst fikirlər olacaq. Yəni bunu mütləq şəkildə nəzərə alın və 4 məkanın 4-ündə də ödənişimi edib suşilərimi, yeməyimi yemişəm. Və bu arada vurğulamaq istəyirəm ki, sözsüz ki, çəkiş etdiyimi görüb çay təklif edən olub və yaxud da desert təklif edən olub. Bunlar normal bir şeylərdir. Yəni müştəri qazanmaq üçün, müştərinin belə deyim, qəlbinə yatmaqdan üçün bu kimi təkliflər olur. Bunlar normal təkliflərdir. Amma mən yenə də o təkliflərə baxmayaraq öz doğal fikirlərimi sizlərə çatdırmağa çalışacağam. Və başladıq. Qiymət olaraq sıralamam ilk növbədə 1-ci yerdə Sushi Fərəh restoranı, 2-ci yerdə Only Sushi, 3-cü yerdə Asian, 4-cü yerdə isə Zen. Zen 4-cü yerdə olmasının səbəbi var. İndi o səbəbi də sizə bildirəcəm. İnterior, eksterior olaraq isə ilk növbədə Zen kafesini qoyuram. Məkan həqiqətən mükəmməldir. Bütün detaylara fikir veriblər. Videoda demişdim ki, Yaponiyaya getməyə ehtiyac yoxdur. Zenə gəlsəniz kifayət edir. Bunu boşuna deməmişəm. Çünki adamlar sanki Yaponiyada olan hər hansı bir sushi restoranını Ağşəhərə daşıyıblar. Yəni o qədər detallara fikir veriblər. Pərdələrindən tutmuş, loqolarından tutmuş, oturacaqlarından tutmuş, ümumi ambiyans işıqlarından tutmuş hər bir şeyə qədər fikir veriblər. Ona görə interiyer mükəmməl idi Zendə. İkinci yerdə Asian street foodu qoyaram. Amma Asian street foodda bir balaca məkan işıqlandırma qaranlıq idi. Sanki adamın ürəyi sıxılırdı. Orada da biraz düzəlişlər eləsələr mükəmməl olar. Üçüncü yerə isə həm Sushi Fərəhi qoya bilərəm, həm də Only Sushi Bakını qoya bilərəm. Aşağı-yuxarı interyerləri eyni idi. Amma yenə də sıralamaq istəyirsə, 3-cü yerdə Sushi Fərəh restoranı, 4-cü yerdə isə Only Sushi-ni qoymaq olar. Amma yenə deyirəm, aşağı-yuxarı məkanlar interyer olaraq eyni idi və bu 4 məkanın 4-ü də Ağşəhərdə yerləşir. Əsas məsələ qiymət və keyfiyyət olaraq. Qiymət və keyfiyyət olaraq mən sözsüz ki, fikirlərimi Philadelphia və Hot Roll arasında bildirirəm. Yalnız bu iki çeşidlər arasında müqayisə edirəm. Digər çeşidlərin hər hansı birini dadmamışam, bilmirəm. Yəni hər məkanda fərqli ola bilər. Ona görə sizə hər hansı bir təsir etmək istəmirəm. Yəni özünüz getsəz bu fərqli sushi sifariş verib dadına baxa bilərsiniz. Mənim fikirlərim yalnız bu iki çeşid arasındadır. Qiymət və keyfiyyət olaraq 1-ci yerə Sushi Fərəh restoranını qoyuram. 2-ci yerə Zen restoranını qoyuram. 3-cü yerə Asian Street Food'u qoyuram. 4-cü yerə isə Only Sushi restoranını qoyuram. Qiymət və keyfiyyət olaraq mənim müqayisəm və mənim şəxsi fikirlərim belədir. Ola bilər siz fərqli düşünə bilərsiniz. Eksterior, interior olaraq dedim, qiymət və keyfiyyət olaraq dedim. Xidmət olaraq da bu arada bildirim ki, məkanların 4-ündən də xidmət həqiqətən çox yaxşı idi. Yaxşı maraqlanırdılar, soruşurdular. Sifarişlər belə deyim də çalışırlar tez gətirsin. Amma sifarişi ən tez gətirən restoranlar arasında Only Sushi oldu 1-ci yerdə, 2-ci yerdə Asian Street Food, 3-cü yerdə Zen, 4-cü yerdə isə Sushi Fərəh oldu. Sushi Fərəh sifarişi biraz geç çatdırdı, amma bu sifarişin çatma müddəti, hazırlanma müddəti yenə deyirəm, içəridəki müştərinin az və ya çox olmasından asılı olaraq dəyişə bilər. Yəni bu fikirlərimi çox da belə deyim, önəmsəməyin. Çünki məkan ola bilər adam çox olsun, sözsüz ki, sifarişləri çatdıra bilmir, gec hazırlayır. Məkan var ki, adam az olur, sifarişi daha tez hazırlayır. Bu qədər. Düşünürəm ki, video xoşunuza gəldi. Əgər bu tərzdə videoların daha çox çəkilməsini istəyirsinizsə, o zaman like etməyi, abunə olmağı, rəy yazmağı unutmayın. Ən azından dəstək ola bilərsiniz. Özünüz də görürsünüz, hava qaralıb, bu qədər əziyyət çəkirik. Məkanlara gedirik, ödənişlərimizi edirik. Təbii ki, orada hardasa bu gün təkcə sushilər 150 manata yaxın ödəniş elədim. Ən azından bunları görüb abunə olsanız, rəy yazsanız sevinərəm. Təşəkkürlər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək. Hələlik.